Salam əziz abituriyentlər, əgər imtahanda bu tip sual sizə düşərsə, klassik vurub açma, müxtəsərdən də daha tez tapa biləcəyiniz bir üsul deyəcəm. Deməli, misalımızda dəyişənlərin yerinə 1 yazacaqsınız. Burada dəyişənlər x və y-dir. X və y-lərin yerinə 1 yazsaq, olacaq 3 çıx 1, 27 üzərinə gəl 1, 9 üzərinə gəl 3 üzərinə gəl 1, üzərinə gəl 3-də 1 vur 1. Baxın, bu hissəni hesablasaq bizə verəcək 728, bu hissədə 3-də 1. Tam hesablamağa ehtiyac yoxdur. Variantlarda indi x-dan y-in yerinə 1 qoyanda harada bu cavab alınacaq? Diqqətlə baxsaq D variantına 729-dan 1-i çıxsaq 728 birincisi alındı. Üzərinə gəl 3-də 1-i də x-dan y-in yerinə 1 qoymuşduq. 1-ə vuranda 3-də 1 alınacaq. Deməli bu ifadəni sadələşdirəndə doğru cavab D variantı alınacaq.